Salam əziz investorlar. Analitik xidmət onlayndır Guru Markets. Korporasiya haqqında bəzi xülasə məlumatlarla başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Sözü gedən korporasiyanın bütün parametrlərinə daha ətraflı baxa bilərsiniz. İndi biz şirkətin əsas fundamental göstəricilərinə baxacağıq. Roblox Corporation Ticker RBLH. Baxış 17 may 2025-ci il tarixinə olan məlumatlardan istifadə etməklə aparılmışdır. Təsnifatına görə Guru Markets şirkət Roblox Corporation alt kateqoriyaya aiddir. Leysure Games təhlildə 31 təşkilat iştirak edir ki, bu da kifayət qədər reprezentativdir. Bu videonun sonunda sifariş qərarlarına baxın. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan -9,5. Alt kateqoriya üzrə orta bal 0,8 bal. Çox geniş baxsanız, bütövlükdə bütün bazar çərçivəsində. Bütövlükdə bütün bazar üzrə orta reytingin 1,9 bal olduğunu görə bilərik. -9,5 bal reytinginə qarşı Roblox Corporation. Şirkətin səhnələrinin qiymətinin hərəkətini müqayisə etmək Roblox Corporation və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhnələrini görəcəyik Roblox Corporation 156,7% dinamika nümayiş etdirib. 50,6% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Bu qətiyyən heç nə demək deyil, amma bu faktı yadda saxlamalıyıq. Şirkətin bazar kapitallaşması Roblox Corporation 55,13 milyard dollar dəyərində qiymətləndirilib. Alt kateqoriyanın bazar kapitallaşması 253 milyard dollardır. Roblox Corporation 21,788% paya malikdir. O, alt kateqoriyada liderlərdən biridir. Şirkətin balans dəyəri 0,25 milyard dollardır. 42 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Roblox Corporation 0,606% təşkil edir. Birja səhnələrini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. Paylaş Roblox Corporation alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 21,788% təşkil edir. Balans dəyərinin kapitallaşması 0,606% təşkil edir. Bu da bazar dəyər payından 97% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi pis, -1 bal. Tədqiq olunan təşkilatın maliyyə öhdəlikləri 1,463 milyard dollar təşkil edir. Kapitalın 585,2%-ni uçotun kapitallaşdırılması üzrə borc öhdəlikləri təşkil edir. Şirkətin maliyyə öhdəlikləri reytingi çox pis, -2 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üçün orta göstərici 272,1-dir ki, bu da alt kateqoriyadan daha pisdir. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə bazar qiymətinin qazanc nisbətinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -880 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəət məlum deyil. Və bu, şirkətin perspektivləri üçün pisdir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi pis, -1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 14,4-dür. Alt kateqoriya üzrə orta göstərici 5,1-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 182% yüksəkdir. Alt kateqoriya nisbətləri ilə müqayisədə bazar dəyərinin gəlir nisbətlərinin qiymətləndirilməsi pis, -1 bal. Son 12 ayda gəlir 3,840 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu, şirkətin perspektivləri üçün pisdir.
Proqnozlaşdırılan gələcək satış həcmlərinin göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, PIS, -1 bal. Marjinallıq -22,9%-dir. Alt kateqoriyada orta hesabla 1,9%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 24,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi, keçilə bilən, -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 2,922% təşkil edir. Bu, bazar kapitallaşma payından 646% azdır. Bu, şirkətin bazar qiymətində balanssızlığı göstərir. Roblox Corporation yəqin ki, həddindən artıq qiymətləndirməyə doğru. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $22,281 min. Alt kateqoriya üçün isə $2,988 min. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 645,7% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçiyə düşən bazar kapitalının qiymətləndirilməsi, keçərli, 0 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği -$355,6 min. Alt kateqoriyada orta, 11,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 3138% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLED, -0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri $1550 min. Alt kateqoriya, $590 min. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 163%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fərdi işçisinə düşən gəlirin qiymətləndirilməsi, keçərli, -0,5 bal. Satış əməliyyatlarının həcmi 2,5%, alt kateqoriya üzrə orta hesabla 3,2% təşkil edir. Bu qısa sıxılma göstəricisidir. Göstərici RASO 14 şirkət üçün %79 səviyyəsini göstərir Roblox Corporation. Alt kateqoriya üçün bu səviyyə təxminən 66% təşkil edir. Texniki cəhətdən alt kateqoriyalı səhmlər şirkətin səhmlərindən aşağı qiymətləndirilir Roblox Corporation. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $81,26. Şirkətin səhmləri üçün konsensus qiyməti təxminən $75,21 təşkil edir. Cari qiymətin dinamikası və konsensus proqnozu təxminən 7% təşkil edir. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsümdə məlumat və arayış sisteminin ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarlarını ehtiva edir. Guru, Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır, bağlanmış şərhdə keçid. Qiymətləndirmənin nəticələrinə əsaslanır Roblox Corporation. Ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru, Markets qərar qəbul edilir. Bir səhm üçün $81,27 qiymətə satış üçün ticarət açın. Sifariş açıqdır, çünki şirkət nisbətən aşağı qiymətə malikdir. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə meyarlarından, AKİM-in indeksindən istifadə etməklə aparılır. Mənfəət götürmək 70,41 səviyyəsində müəyyən edilmişdir. Stop loss 92,13 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 16 iyun 2025-ci il tarixli ticarət sessiyasının nəticələrinə əsasən avtomatik olaraq müəyyən edilir. Və ya həmin tarixdən əvvəlki son ticarət günündə. Ticker, əsas alış sifarişi olacaq. Əsas sövdələşmənin videosu artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma.
Əks sifariş avtomatik olaraq müəyyən edilir. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Güruh Markets. Hamınız ən yaxşı tamaşaçısınız.